2 iyul 2025-ci il və həftənin çərşənbə gündür, dəyərli izləyici. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Azərbaycanda rus dilində tədris dayandırılır. Baxaq görək bu xəbərin təsdiqi varmı rəsmi şəkildə? 2025-2026-cı il tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. Teleqraf xəbər verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və İngilis dillərində aparılacaq. Məlumata görə hazırda rus bölməsində təhsil alan tələbələr avqustun 20-sinə qədər Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası da təşkil olunacaq. Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi ilə həyata keçiriləcək. Elm və Təhsil Nazirliyi isə sözü gedən məlumatı nə təsdiq, nə də təksib edib və qurumun məsələ ilə bağlı açıqlaması gözlənilir, dəyərli izləyicilər.